Salam. Bizim ədəbi mühitdə belə bir tendensiya var ki, bəzən klassik dövrü müasir dövrə qarşı qoyurlar və deyirlər ki, müasir dövrdə o əvvəlki şairlər kimi yazan yoxdur, əvvəlki şeirlər yoxdur və s. və ilaxır. Mən qəti şəkildə bu fikirlərdən uzağam. Mənim düşüncəmə görə bütün zamanlarda Azərbaycanda gözəl şeirlər yazılıb və bu gün də yazılır və yazılacaq da. Sadəcə mühit, zaman, bəzi özəlliklər var ki, bunun haqqında deməli detallı danışmaq olar. Ancaq mən indilikdə müasir dövrümüzdə, ən müasir ədəbiyyatda çox sevdiyim misralardan bəhs eləmək istəyirəm. Onların birincisi Akşin Yeniseydə olub, onun bir misrası var idi. İçdiyi suların alnından öpər atılar. Mən bunu oxuyanda doğrudan da heyran qaldım və düşündüm ki, insanda nə qədər yüksək həssaslıq ola bilər ki, belə bir incə detalı müşahidə eləsin, eyni zamanda bu müşahidəni bu qədər gözəl ifadə eləsin. 3-4 kəlmə ilə içdiyi suların alnından öpər atılar. Doğrudan da mənim yadıma düşdü ki, atlar su içəndə adama elə gəlir ki, onlar suyu əvvəl öpürlər və suyun alnı ifadəsi burada, yəni buna Tanrının hədiyyəsi mən deyərdim. Yəni suyun alnı belə götürəndə çox absurd ifadədir. Mən sizə əvvəlki çıxışlarımın birində demişdim ki, şeir elə bir leveldir ki, orada hələ deməli sözlər məfhumların, anlayışların üstünə oturmuyor. Bax, burada həmin məqamdır. Suyun alnı əslində olmur, ancaq Akşinin ifadəsində görün bu necə dəqiqdir. İçdiyi suların alnından öpər atılar. Səni o qədər inandırır ki, suyun alnı var. Yəni məhz alnından öpür suyun atılar. Onu müşahidə edəndə görürsən ki, doğrudan da alnından öpdü. Məhz alnından elə öpürlər. İnsanı da başqa görüşəndə insanlar məhz bir-birinin alnından o cür səmimiyyətlə, ehtirasdan uzaq, ilahi bir istəklə öpə bilərlər. İkinci nümunəni Ali Qəloğlu'da görmüşəm. Mən həmişə uğurlu misraları nəyə bənzədirəm? Bu Kəbə daşının ətrafında təvaf edən insanlar həmişə çalışır ki, əlləri qara daşa dəysin. Ancaq gərdiş, o insanların fırlanması, o təvaf eləməsi çox vaxt sənə imkan vermir ki, oraya yaxınlaşasan da. Bəzən də elə olur ki, o gərdişin özü səni aparır, qara daşa yaxın düşür və əlini ona toxundura bilirsən. Yəni şeir də belədir, ədəbiyyat da belədir. Yəni o təvaf eləyən çoxdur, amma əli qara daşa dəyən, yəni sözün sarı siminə toxuna bilən və insanı yerindən oynadan misralar yaza bilən adamlar nadir olur. Məncə Ali Qəloğlu bu bəndində ona nail olub. Deyir, elə bir doğma adam gəlməlidir ki, onu öpmək yox, qoxlamaq istəyəsən. Yanında olduğuna əmin olmaq üçün əlini üzünə qoyub yoxlamaq istəyəsən. Fikir verin, təkrar edirəm. Elə bir adam gəlməlidir ki, onu öpmək yox, qoxlamaq istəyəsən. Yanında olduğuna əmin olmaq üçün əlini üzünə qoyub yoxlamaq istəyəsən.